Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. 2025-ci il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzla çalışan işçilərin sayı 1764,9 min nəfər olmuş, onlardan 855,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 909,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Bakupost az xəbər verir ki, Dövlət Statistika Komitəsinin axar azda məlumatına görə muzla işləyənlərin 19% ticarət nəqliyyat vasitələrinin təmiri, 18% təhsil, 13,9% sənaye, 8,6% əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8% tikinti, 6,3% dövlət idarə etməsi və müdafiə sosial təminat, 4,2% nəqliyyat və anbar təsərrüfatı, 3,9% peşə, elmi və texniki fəaliyyət, 2,4% kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3% maliyyə və sığorta fəaliyyəti, 14,6% isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.